Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Ötən gün Qobustanda Mercedes-Benz və Toyota Prius markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb. Qəzada həyatını itirən Mercedesin sürücüsü 61 yaşlı Zakir Ağayev xanəndə Rəqsan Ağayevanın atasıdır. Allah rəhmət eləsin, yaxınların nəzərlərinə səbr diləyirik. Azərbaycan Dəmir Yolları (GSC) Bakı-Tbilisi-Bakı beynəlxalq marşrutu üzrə artan sərnişin tələbatının qarşılanması məqsədi ilə sərnişin tutumunu artıracaq. Xəbər verilir ki, iyulun 10-dan etibarən Bakı-Tbilisi-Bakı beynəlxalq marşrutu üzrə hərəkət edən qatarların tərkibinə əlavə 3 ədəd yataq tipli vaqon, hazırda ölkədaxili marşrutda istifadə olunan standart üstəgəl sinif vaqonları qoşulacaq. Nəticədə hər reys üzrə 104 əlavə sərnişin yeri alacaq və bir reys üzrə sərnişin yeri hazırki 178-dən təqribən 60% artaraq 282-yə çatdırılacaq. Əlavə vaqonlara biletlər dünəndən satışa çıxarılıb. Bu vaqonlarda gediş haqqı hazırda istifadə olan Stadler vaqonları üzrə biletlərin qiyməti ilə müqayisədə daha münasibdir. Belə ki, Bakı-Tbilisi-Bakı marşrutu ilə gediş haqqı məsafədən asılı olaraq standart üstəgəl sinif üzrə 40 manat 30 qəpikdən başlayır. Marşrut üzrə bir istiqamətə Bakıdan Tbilisiyə minimum gediş haqqı 65 manat 20 qəpik, Yevlaxdan 53 manat 30 qəpik, Gəncədən 49 manat 30 qəpik, Ağstafadan isə 45 manat 30 qəpikdir. Böyük kəsikdən Tbilisi vağzalı və Qardaban stansiyasına isə müvafiq olaraq 43 manatlıq və 40 manat 30 qəpik təşkil edir. Xatırladaq ki, hazırda Bakıdan Tbilisiyə Stadler vaqonlarında komfort sinif üzrə minimum gediş haqqı 79 manat 50 qəpik, Gəncədən isə 58 manat 20 qəpikdir. Beləliklə, son yenilik sayəsində daha çox sərnişin Bakı-Tbilisi-Bakı marşrutu ilə daha münasib qiymətə səfər etməsinə imkan yaranır. Xeyirli olsun.